Hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər və məzunlar. Məlum olduğu kimi bu gün may ayının 25-i 2 və 3-cü qrupların blok imtahanı keçirildi. Blok imtahanında fənlər üzrə bal necə hesablanır, onu göstərəcəm. Kanalımıza abunə olub bəyənməyi unutmayaq. Daxil biz burada yazırıq. OTK.az balların hesablanması. Bu şəkildə yazıb axtarış veririk. Qarşımıza çıxan ilk səhifəyə daxil oluruq. Və göründüyü kimi Dövlət İmtahan Mərkəzi balların hesablanması. Biz burada hansı ixtisas qrupuna aid olduğumuzu seçirik. Yəni bugün 2 və 3-cü qrupların imtahanı olduğu üçün mən 2-ci qrupu seçəcəm. Bu hissəyə biz 22 qapalı sual, yəni bilirik ki 22 qapalı sual olur, 5 açıq cavabı kodlaşdırıla bilən sual olur və 3 situasiya olur. Düzgün cavablarımızın sayını yazacağıq. Yəni 22 qapalıda neçə doğru cavab yazmışıqsa, məsələn tutalım ki 15 düzgün cavab yazmışıq. Yanlış cavabların sayını mütləq yazmalıyıq. Avtomatik əgər hamısını yazmışıqsa 22-dən 15-i düzdürsə, deməli 7-si yanlışdır. Cavabı kodlaşdırıla bilən açıq suallar var. Hansı ki 5 sualdır, açıqdır və cavabı kodlaşdırıla biləndir. Bundan da məsələn 3 düzgün yazmışıq. Situasiyadan isə məsələn tutalım ki 1-in yazmışıq. Avtomatik bizə nisbi balımızı 82.95 bal göstərdi. Bu cür ardıcıllıqla digər fənləri də edəcək. Göründüyü kimi digər fənləri də bu cür ardıcıllıqla yerinə yetirdik və fənlər üzrə nisbi ballarımız görsəndi. 117.50 bal avtomatik görsəndi. Bu cür ballarınızı hesablaya bilərsiniz. Kanalımıza abunə olub bəyənməyi unutmayın.